Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə sosial yardım alan ailələrə veriləcək bayram pulu, yəni 200 manat ödənişlə bağlı məlumat verəcəm. Dekabrın 30-da sosial yardım alan ailələrə 200 manat bir dəfəlik bayram pulu veriləcək. Bununla bağlı ətraflı məlumat verəcəm. İlk olaraq video keçməzdən öncə videonu mütləq bəyənin ki, video daha çox insana çatsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, növbət dəfə bu cür paylaşımlardan sizin də xəbəriniz olsun. Hörmətli izləyicilər, bəlkə də bir çoxlarınızın xəbəri var, amma mən də öz növbəmdə paylaşmaq istədim. Bugün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda ümumi dövlət sosial yardım alan ailələrə 200 manat miqdarında bir dəfəlik ödəniş veriləcək. Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə və Yeni il münasibətilə Azərbaycanda ümumi dövlət sosial yardım alan az təminatlı ailələrə bir dəfəlik ödəniş olaraq 200 manat miqdarında bayram pulu veriləcək. Hörmətli izləyicilər, bu ödəniş dekabrın 30-da vətəndaşların sosial yardım aldığı bank kartlarına birbaşa köçürüləcək. Yəni bu vəsaiti əldə etmək üçün hər hansı bir dövlət qurumuna yaxınlaşmağa ehtiyac yoxdur. Dekabrın 30-da vətəndaşların ümumi sosial yardım aldığı bank kartlarına dövlət tərəfindən 200 manat miqdarında bayram pulu, yəni bir dəfəlik ödəmə veriləcək. Qeyd edim ki, hazırda ümumi dövlət sosial yardımı almaqda davam edən ailələr üçün bu ödəniş nəzərdə tutulub. Hazırda ümumi sosial yardıma yeni müraciət göndərən və ya yoxlanış prosesində olan vətəndaşlar üçün bu ödəniş nəzərdə tutulmayıb. Əgər dekabrın sonuna qədər həmin vətəndaşlara da sosial yardımla bağlı müsbət cavab verilərsə, yəni təyinat olarsa, təbii ki, onlar da dekabrın 30-dakı həmin bu 200 manat bir dəfəlik ödəməni ala bilər. Əgər yoxlanış gözləyən və ya təyinat gözləyən vətəndaşların müsbət cavabları yanvar ayına keçərsə, təbii ki, bu ödənişdən də onlar faydalanmaya bilər. Hörmətli izləyicilər, qeyd etdiyim kimi bu ödənişi almaq üçün hər hansı bir dövlət qurumuna yaxınlaşmağa ehtiyac yoxdur. Ödənişləri Dövlət Sosial Müdafiə Fondu həyata keçirir və vətəndaşların hazırda sosial yardım aldıqları bank kartlarına bu ödəniş dekabr ayının 30-da günorta və ya axşam saatlarında köçürüləcək. 200 manat bir dəfəlik ödəmə bütün sosial yardım alan ailələrə veriləcək. Hörmətli izləyicilər, burada hər hansı bir kriteriya yoxdur. Bütün sosial yardım alan ailələr bu ödənişdən faydalana biləcək. Dekabrın 30-da hazırda sosial yardım aldığınız bank kartlarına bu ödəniş bir dəfəlik şəkildə köçürüləcək. Ödənişin məbləği isə əvvəl qeyd etdiyim kimi 200 manat təşkil edir. Hörmətli izləyicilər, bundan əlavə ümumi sosial yardımın verilməsi, ondan imtina edilməsi, ümumi sosial yardıma elektron şəkildə müraciət edilməsi və yoxlanış prosesinin keçirilməsi ilə bağlı bəzi qaydalarda dəyişiklik olunacaq. Yanvar ayından etibarən ümumi sosial yardımın verilməsində bəzi qaydalar sərtləşdiriləcək. Bəzi qaydalar isə vətəndaşların sosial yardıma əlçatanlığının artırılması üçün mülayimləşdiriləcək. Bununla bağlı da ətraflı şəkildə məlumat verəcək. Yeni qaydalar necə olacaq? Ümumi sosial yardımı bundan sonra hansı vətəndaşlar alacaq? Kimlər ala bilməyəcək? Bəzi ailələr alır və növbəti ildən bəzi ailələr də almaya bilər. Kimlər alacaq, kimlər ala bilməyəcək? Ətraflı şəkildə hansı qaydalar olacaq? Sizlərə izah edəcəyik, hörmətli izləyicilər. Odur ki, yeni videolarımızı qaçırmamaq üçün kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Eyni zamanda videomuzu da mütləq bəyənin ki, videomuzu daha çox insan izləsin və daha çox sosial yardımdan, pensiyalardan xəbəri olmayan insanlar videolarımıza baxa bilsin. Növbəti videoda görüşmək ümidi ilə.